Bu videodan sonra yəqin ki, bir çox tələbuzlar məndən nifrət edəcəklər, amma qoy olsun, evi yox. Deməli, Azərbaycandan bəzi kişilər adımızı Dubayda batırırlar. Nə edirlər, mən sizə deyim. Deməli, bunlar gəlirlər, burada işsiz, gücsüzdürlər. Heç bir işlər, gücləri yoxdur, neynəsinlər. Azərbaycanda elədikləri dələduzluğu gəlib burada davam edirlər. Xüsusilə də bu maşın hissələri satanlar, dırnaq arası satanlara, əsas biznesində məşğul olanlara aiddir. Gəlirlər burada güya bu işlə məşğuldular. Azərbaycandan xüsusilə də insanları aldadırlar. Artıq neçə insan mənə bu barədə məlumat verib. Bir də başqa millətlərdən də insanlar var ki, deyirlər, sizin kişilər niyə burada boş bekar gəzirlər? Niyə bunların bir işi gücü yoxdur? Hətta bəzilərini aldadıblar, bəzi biznes adı ilə. Bax, ölkənin adını belə batırır bəzi dırnaq arası insanlar. Sonra da çıxıb boş-boş, mənasız danışırlar. Dubayda qadınlarımızın çoxu, mənim tanıdığım qadınların çoxu burada ağıllı bir iş qurublar, hər gün məşğuldular. Səhərdən akşama qədər o işin dalınca qaçırlar, bu işin dalınca qaçırlar. Təbii ki, kişilər də var. Gözəl biznes quran, ağıllı biznes quran, yüksələn. Amma təəssüf ki, belə insanlar da var.